Cənubi Amerika materikinin relyefini öyrənək. Cənubi Amerika materiki Cənubi Amerika tavası üzərində yerləşir. Sakit və Atlantik okeanları ilə əhatə olunmuşdur. Materikin şimalında Kalinas burnu, şərqində Cabo-Branco, qərbində Parinas, cənubunda isə Frauvert burunları yerləşir. Materikin şimalında Karib dənizi sahillərindən 9000 kilometr məsafədə Ant dağları uzanır. Ant dağlarının davamı odlu torpaq adasıdır. Ant dağları Naska tavası ilə Cənubi Amerika tavasının subduksiya zonasında yaranmışdır. Geosinklinal qurşaqdır. Sakit okean odlu halqasına daxildir. Ant dağlarının ən hündür zirvəsi Aconcagua dağıdır. Hündürlüyü 6960 metrdir. Burada çoxlu sayda vulkanlara rast gəlirik. Ruiz, Cotopaxi, Chimborazo. Chimborazo ən hündür sönmüş vulkandır. Daha sonra San Pedro, Llullaillaco dünyada ən hündür fəaliyyətdə olan vulkandır. Ant dağlarında bundan başqa yaylalara da rast gəlirik ki, burada Peru, Puna, Bolivya, daha sonra Çili və Bolivya sərhədində altiplanoları demək olar. Materikin şərq hissəsi daha çox düzənlik, yayla platolardan ibarətdir və Atlantik okeanına tərəf də meyillidir. Burada Amazon ovalığı, Amazon ovalığının şimalında Guyana yaylası, Orinoco ovalığı, hündürlüyü 2875 metr olan Roraima dağı, Braziliya yaylası, hündürlüyü 2897 metr olan Bandeira dağı, daha sonra Grand Chaco çökəkliyi, La Plata ovalığı, cənubda Patagoniya yaylasını deyə bilərik. Materikin ən alçaq nöqtəsi Valdes yarımadasında Salinas Chicas gölünün səviyyəsinə uyğun gələn ərazidir ki, burada -40 metrdir.